Hörümçək təkliyə çəkilmiş dindar bir insan kimi ifadə edilir. Yuxuda hörümçək görmək, yuxu sahibi üçün yaxşılığa, dinə sevgi ilə ifadə edilir. Yuxuda hörümçək görmək bəzi tənbəl, hiyləgər və ya zəif adama yozulur. Bundan başqa sehr edən qadına və ya yolunu azmış kimsəyə yozulur. Yuxuda hörümçək öldürmək, yuxu görənin ətrafındakı pis niyyətlərin və bu insanların yuxu görənə zərər verməsinə işarə edərkən, yuxu görənin bu insanlardan zərər görmədən uzaqlaşacağına yozulur. Yuxusunda hörümçək öldürdüyünü görən adamın özünə yaraşmayan dostlarından uzaqlaşacağına işarə edir. Yuxuda evdə hörümçək görmək, yuxu görənin evində və ailə həyatında yaşanan problemlərə işarə edir.